Bir nəfər ibadət eləyir. Gecə gündüz ibadət eləyir, zikir deyir, namaz qılır filan. Mələklər baxır heyrət içində. Deyir, ilahə, bu nə gözəl bəndədir. Bunun zikrinə bax, bunun halına bax. Mələklər baxır, deyir. Deyir ki, Allah deyir, baxın, onun adı hardadır. Baxırlar, görürlər, adı bədbəxt adamların siyahısındadır. Lövh-ü məhfuzda. Bədbəxt adamların siyahısındadır. Deyirlər, ilahə, bu nə heyrətamiz səhnədir. Bu boyda abid, neçə gündür baxırıq, neçə vaxtdır bu halla sənə ibadət eləyir. Deyir, hə, belədir. Gedin, özünə deyin onun. Qabaqlar deyir, var da hədislərdə çox var. Mələklər gəlib görsənərdi insanlara. Çox olub belə hədislərdə var. Deyir, insan surətində gəldilər, ya yuxusuna gəldilər, bilmirəm, yadımdan çıxıb, bilmirəm o hissəsini. Deyir, dedilər ki, çox özü yorma ibadətlə, Allah sənin adı bədbəxtlərin siyahısına yazıb. Deyib, baxdı, təbəssüm elədi. Dedi, nə sözüm ola bilər? İxtiyar onun əlindədir, məndən ibadət eləməkdir. Hara istəyər yazar. Mənim əlimdə nə ixtiyar var? Mənim işim ona bəndəli eləməkdir, mən onun nazını çəkəcəm. Nə inir eləsin, qələm onun əlindədir, ixtiyar onun əlindədir. Deyir, mələklər qayıdır onun cavabını Allaha çatdırır. Allah deyir, baxın, görün, adı hardadır. Deyir, görürlər, bədbəxtlərin siyahısından çıxardıb, salıblar nicat tapanların siyahısına. Nəyin nəticəsində? O qədər əriyəsən qabağında ki, gələn kim üstünə buyur, yuxarı başa belə şey olmur. Gərək qapıda diyanasan, əriyəsən, əriyəsən, əriyəsən. Ona görə yox ki, Allahın xoşu gəlir ki, mən sındırmasam qəbul eləmirəm. Yox, sən sınmasan yol bağlıdır. Yolun xüsusiyyəti budur. Səni qapıda məəttəl saxlayır ki, deyir ki, yox, buraxmıram səni. Oradan gəlirsən, buradan. Bu proses var, get, gəl, get, gəl. Burada sən düzəlirsən, islah olursan, sən təmizlənirsən. Qədr gecəsində əli boş gedək Allahın qapısına. Bir söz nədir? Allah deyir, gəlin, bağışlayın, filan, 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 hə? Bir dənə də sözü var, deyir, zəlikə fəzlullah yu'tihi mən yəşə. Naza bax. Bu sözlərdən çəkinmini bəzi adamlar sabah mənə irad tutmasın ki, gətirib qəzəl ədəbiyyatını Allaha tədbiq edir. Xeyr, elə qəzəl ədəbiyyatı, bu irfani ədəbiyyat elə Allaha aid olub həmişə. Mən ona aid eləmirəm.